Bugünkü xutbəmizin mövzusu dünya sevgisi haqqında olacaqdır. Kardeşler, Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki: Ya eyyühen nas, ey insanlar, bütün insanlığa hitap ederek buyurur ki: ey insanlar, ya eyyühen nas inne va'dallahi hakka, ey insanlar, Allah'ın vaadi haktır. Hakikaten Allah'ın vaadi haktır, gerçektir, hakikattir. فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا, sizi dünya hayatı aldatmasın. وَلَا يَغُرَّنَّكُمْ بِاللّٰهِ الْغَرُورُ, aldatıcı şeytan da sizi Allah'a karşı aldatmasın. Okuduğumuz ayet-i kerimede değerli kardeşler, Allah Azze ve Celle açık şekilde bütün insanlığa hitap ederek buyurur ki: hakikaten Allah'ın vaadi haktır ve dünya hayatının bizi aldatmamasını Allah Azze ve Celle bize haberdar edir. Kardeşler, dünya hayatı bir tuzlu suya benziyor. Kim o tuzlu sudan içerse aksine susuzluğu daha da artar. Yani dünya hayatı kardeşler bazıları saf anlayıptı. Biz dünya hayatı hakkında danışanda, onun tehlikeli olması hakkında danışanda biz demirik ki gedin mağarada kalın, dağlarda kalın. Hayır, Allah Azze ve Celle bize dünyanı hedef değil, bizim dünyanı ahireti kazanmak için bir vasıta seçmiştir kardeşler. Bazen çok terslikler olsun ki insanlar, şeytan insanları aldatır ve onlar artık dünyanı hedef edirler. Ve ona göredir ki bütün pislikler, bütün günahlar, bütün yani Allah'a karşı gelen o hadler, bunlar hamısı dünya hayatına olan sevgiden dolayıdır. Kardeşler, Allah Azze ve Celle bize bu hafta haber edir. Ve Resulullah sallallahu aleyhi ve sellem buyurur ki: eğer dünyanın Allah katında bir ağzaqanadın kanadı kadar değeri olsaydı, Allah Azze ve Celle o bir kurtum suyu bile iman getirmeyenlere, kafirlere içizdirmezdi. Buradan ne anlayırıq? Anlayırıq ki dünya hayatının hiç bir değeri yoktur. Dünya hayatının hiç bir değeri yoktur değerli kardeşler. Başka bir hadiste ise Resulullah sallallahu aleyhi ve sellem buyurur ki: Allah'a and olsun ki dünya hayatı, dünya ahirete nazaran sizlerden bir neferin parmağını denize batırıp çıkarması için bir şeydir. Parmağını denize batırıp çıkardıktan sonra baksın görsün parmağında ne kadar suyla kaydırmıştır. Subhanallah. Düşünün kardeşler, hakikaten de biz tövsiye edirik ki bu hadisleri tatbik eləmək güzeldir. Eğer siz bir deniz kenarında olsanız bu hadisi yoklayın. Hakikaten de parmağınızı denize batırın, görün parmağınızda ne kadar su ile kaydır denize nisbette. Hiçbir şey. Bu da onu gösterir ki dünya hayatı değerli kardeşler ahirete nazaran hiçbir şeydir. Bakın Allah Azze ve Celle Kur'an-ı Kerim'de günahkarlar hakkında haber verir ki onlar bu dünyada geçirmiş olduğu hayatlarını sadece bir saat olduklarına and izlerler. Uza Allah buyurur ki Rum suresinde: وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُقْسِمُ الْمُجْرِمُونَ مَا لَبِثُ غَيْرَ سَاعَةٍ كَذَٰلِكَ كَانُوا يُؤْفَكُونَ. Uza Allah buyurur ki kıyamet günü koptukta günahkarlar and içip diyecekler ki biz dünyada sadece bir saat kaldık. Subhanallah. Bu arada onu diyelim ki değerli kardeşler, evveller Arablerde saat dedikte 60 dakika var düşünülürdü. Bu ahırıncı əsrlərdə artık saat dediğimizde bilirik ki 60 dakikadan ibarettir. Lakin Ərəblər bir saat dedikdə əvvəllər bir Yasin suresini orta şekilde okuyup bitirdiğim müddeti saat deyirlər. Veyahut da bir kuzunu kəsirdiler, soyurdular, hazırlayırdılar, o müddete saat deyirdiler. Ola bilsin kaçta bu yarım saattir. Allah Azze ve Celle bize haber verir ki kıyamet günü günahkarlar Allah'a and içip diyecekler ki biz dünyada bir saat kaldı sadece. Onun artık kalmadı. Değerli kardeşler, Resulullah sallallahu aleyhi ve sellem buyurur ki ben cehennemden en son çıkanın ve cennete en son giren kimsenin kim olduğunu bilirim. Allah Resulü buyurdu ki o şəxs cehennemden en son çıkan şəxsdir. Cehennemden dizleri üstə iməkləyə çıxacaqdır ve sonra Allah Azze ve Celle ona diyecek ki ey kulum, hadis uzundur, ey kulum git gir cennete.
Lakin o qul cənnətin qapısından içəri baxdığı zaman cənnətin dolu olduğu ona göstərilər, elə zənn edər ki, cənnət dolmuşdur. Deyəcək ki, ey Rəbbim, axı cənnətdə hər kəs alacağını almışdır, mənə bir yer qalmamışdır. Allah Azze ve Celle buyuracaq ki, get gir cənnətə, yenə baxacaq, deyəcək ki, ey Rəbbim, axı cənnət əhli alacağını almışdır və mənə bir yer yoxdur orada. 3 dəfə dedikdən sonra Allah Azze ve Celle buyuracaq ki, get gir cənnətə, sənə bu dünya və onun 10 misli qədər yer veriləcəkdir. Subhanallah. Baxın, cənnətdə ən az mülk sahibi olan insan budur. O da düşünün ki, bu dünyanın 10 misli qədərdir. Qardaşlar, həqiqətən bəzən insanlar əsas hədəf olan ahireti unudurlar. Bu dünyada elə yaşayırlar ki, sanki bu dünya onların əsas hədəfidir. Bu isə yanlışdır, dəyərli qardaşlar. Başqa hədisdə isə Allah Resulü buyurur ki, cənnətdə bir qamçı qədər olan yer bu dünya və onun içindəkilərindən daha xeyirlidir. Qardaşlar, xatırlıysa demişdik ki, xütbələrimizin birində xəbərlərdə oxumuşduq ki, dünyada bəzi böyük ölkələrdə var ki, bu şirkətlər. Bu şirkətlər insanların dünyaya olan sevgisindən sui-istifadə edərək onların mallarını alırlar. Biz bu xəbərləri oxuduqda bilmirik ki, bu xəbərlərə üzülək yoxsa gülək. Təsəvvürə gətirin, böyük şirkətlərdir, bu insanların sui-istifadə edirlər. Deyirlər ki, insanları dondururlar. Onlar, bəzi varlı insanlar ahirət inancı olmadığı üçün, bu dünyanı çox sevdiyi üçün onlar vəsiyyət hazırlayırlar və ödənişlidir bu. 80 min ilə 200 min arasındadır. Öldükdən sonra bunların bədənlərini dondururlar, mənfi 170 dərəcədə. Və elə düşünürlər ki, gələcəkdə ola bilsin ki, bunlar nə vaxtsa elm artacaq, inkişaf edəcək, bunlar diriləcəklər, tənəzzərlər. Halbuki qardaşlar, bu həqiqətən böyük cəhalətdir. Bu insanlar o qədər ağılsızdılar ki, sən deyəlim ki, öldün 50 yaşında, 60 yaşında, 70 yaşında fərq eləməz. Hətta sənin fərziyyəvə görə dirilsən belə səhərsi gün, yəni elm artdıqda, yenə də sənin ömrün davam edəcəkdir. Lakin bu insanlar, dəyərli qardaşlar, görün necə də həddlərini aşıblar, insanlar ahirətdən unudublar. Hətta özlərini donduranlardan biri də türk vətəndaşıdır, türkdür. Və dünyada 500 nəfərə yaxın insan özünü dondurmuşdur, 2000-dən çox insan isə hələ də özlərinin dondurulmasını gözləyirlər. Qardaşlar, bizim inancımız elhamdülillah, biz müsəlmanlar Allaha, onun bizə vəd etdiyinə, ahirət gününə inanan kimsələrik. Onun üçün biz daima cənnət haqqında, ahirət haqqında öz aramızda söhbət açmalıyıq ki, qəlbimiz ona bağlansın. Çünki kim nəyi çox zikr edərsə, nəyin haqqında danışarsa, qəlbi ona bağlanar, dəyərli qardaşlar. Baxın, Rasulullah sallallahu aleyhi ve sellem hədislərin birində buyurur ki, Yəkbur ibn Ədəm və yəkbəru ma'u isnan, hubbul mal və tulul umur. Adəm övladı insan yaşa dolduqca onunla bərabər iki şey də böyüyər. Onlardan biri dünya sevgisi. Yaşı artdıqca dünya sevgisi daha da artar. İkincisi isə uzun ömürlü olmaq arzusu. Qardaşlar, bu insanın fitrətindədir. Yəni insanlar, yaşda neçə yaşınız olursa olsun, hər bir insan uzun ömürlü olmağı arzu edir. Lakin biz müsəlmanlar Allah'a iman gətirmişik. Onun üçün əsas olan hədəfimizi unutmamalıyıq, dəyərli qardaşlar. Baxın, Allah Azze ve Celle Quran-ı Kərimdə buyurur ki, Bəl tu'thirunəl həyətəd dünya. Siz dünya həyatını seçirsiniz. Vəl-əxirətu xayrun və əbqa. Ahirət isə daha xeyirlidir və daha qalıcıdır, əbədidir, qardaşlar. Başqa ayət gəlmədə Allah Azze ve Celle buyurur ki, وَمَا هَذِهِ الْحَيَاتُ الدُّنْيَا إِلَّا لَهْوٌ وَلَعَبٌ. Bu dünya həyatı sadəcə əyləncə və oyundan başqa bir şey deyildir. وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانِ لَوْ كَانُوا يَعْلَمُونَ. Həqiqətən axirət həyatı isə əsl əbədi həyat odur, kaş ki bunu biləydilər. Dəyərli qardaşlar, onun üçündür ki, biz deyəndə ki, dünya sevgisi təhlükəlidir. Bu o demək deyil ki, dediyimiz kimi, biz hər birimiz kənara çəkilməliyik, dünyadan heç bir şey almamalıyıq. Əksinə, sadəcə biz hədəfimizi bilməliyik. Çünki Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, bir hədis şərifində, Allah azze ve celle qulunun üzərində öz neymətinin izni görməyi sevər. Allah azze ve celle sənə neymət vermişsə, Allah azze ve celle səndəki neyməti göstərməyi Allah sevər. Lakin bunun da həddi vardır, israfa varmalı. Qardaşlar, tarixdə bilirik ki, həddi aşan
və malına, mülkünə güvənən, dünyaya bağlanan kimsələr haqqında tarixlər bizə xəbər verir. Və bu insanlar arasında ən məşhuru Qarundur. Baxın, Allah Azze ve Celle bizə onun haqqında xəbər verir. Yüce Allah buyurur ki, Quran-ı Kerimdə İnne Qaruna kâne min qavmi Musa fəbəğə aleyhim. Həqiqətən Qarun Musa'nın qövmündən idi, onlara qarşı həddini aşdı. Müfəssirlər deyirlər ki, Qarun Musa Peyğəmbərin əmisi oğlu idi. Və Qarun Tövratı Musa və Harun Peyğəmbərdən sonra ən yaxşı oxuyan kimsə idi. Lakin onun malı mülkü onu həlak etdi, qardaşlar. Uca Allah buyurur ki, وَآتَيْنَاهُ مِنَ الْكُنُوزِ مَا إِنَّ مَفَاتِحَهُ لَتَنُؤُ بِالْعُصْبَةِ أُولِي الْقُوَّةِ. Biz ona elə bir xəzinələr verdik ki, o xəzinələrin asarlarını bir dəstə güclü insan zorla daşıyırdı. İz qāle lahu qavmuhu la tafrah innallaha la yuhibbul farihin. Elə ki, qövmü dedi ki ona, ey qavm, sən öyünmə, özünlə öyünmə, təkəbbürlük göstərmə, Allah Azze ve Celle özünü öyənləri sevməz deyə qövmü ona nəsihətlər etdi. Lakin qövmündən bu nəsihəti edənlər təbii ki, iman əhli idi. Və ona dedilər ki, وَبْتَغِي فِي مَا أَتَاكَ اللّٰهُ الدَّارَ الْآخِرَةِ وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا وَأَحْسِنْ كَمَا أَحْسَنَ اللّٰهُ إِلَيْكَ. Dedilər ki, Allah'ın sənə vermiş olduğu bir eməklərdən ahirətini qazanmaq üçün can at, bu fürsətdir. Və bu dünyadakı nəsibini də unutma. Və Allah'ın sənə yaxşılıq etdiyi kimi sən də insanlara yaxşılıq et. وَلَا تَبَغَيْ الْفَسَادَ فِي الْأَرْضِ إِنَّ اللّٰهَ لَا يُحِبُّ الْمُفْسِدِينَ. Və yer üzündə fəsad çıxartma, həqiqətən Allah fəsad çıxaranları sevməz. Dəyərli qardaşlar, Qarun bu neymətləri Allah'tan olduğunu inkar etdi. Və dedi ki, bütün bunlar məndəki elimdən dolayı mənə verilmişdir. Məndəki bu bacarıqdan dolayı verilmişdir. Və Allah Azze ve Celle o Qarunun həddini aşdığı haqqında bizə uzun-uzadı burada xəbər verir. Və Qarun necə oldu, həlak oldu dəyərli qardaşlar? Qarun elə ki, mal-mülk sahibi oldu, o gördü ki, Musa Peyğəmbər ətrafında ona iman gətirənlər oturub, ona Allah'ın kitabını oxuyur, onlara öyrədir və insanlar Qarunun ətrafında deyil, Musa Peyğəmbərin ətrafında dolanırlar. Və Qarun da bunu görüb çox qısqandı. Hətta Allah Azze ve Celle əmr etdi, Musa Peyğəmbər aralarından zəngin insanların zəkatını verməsini əmr etdi. Lakin Qarun bunu gördükdə, Bəni İsraildən zəngin olan, lakin dünyaya bağlanan kimsələrlə bərabər bir araya gəlir və Musa Peyğəmbərə böhtan və iftira atmağa başlayır. Qarun gedir, bir əxlaqsız qadına mal-mülk təqdim edir. Deyir ki, get, insanlar arasında Musa Peyğəmbərin zina etdiyini sənəndən iddia etdi. Və o da elə də edir. Musa Peyğəmbər bunu eşitdikdə çox əsəbləşir və ayağa qalxır, deyir ki, sizi Firavunun əlindən qurtaran, iki dənizi ayıran, bütün bu möcüzələr, neymətləri sayır və bunların xətrinə, Allah xətrinə doğrunu söyləyir. Qadın bu zaman Allah'tan qorxur, tövbə edir və doğrunu söyləyir. Deyir ki, mənə Qarun təklif etdi ki, sənə iftira atım, böhtan atım. Bundan sonra Musa Peyğəmbər bəddua edir və Allah Azze ve Celle Qarunu və onun mülkünü, qəsrini, bütün sərvətini yerin 7 qat dibinə batırır. Qardaşlar, bu nəyi göstərir? Həqiqətən də bu dünya malı bəzən bəzi insanların həlakına sürükləyə bilər, həlak ola bilər. Onun üçündür ki, çox ehtiyatlı olmaq lazımdır. Arkadaşlar dedik ki, dünya həyatı həqiqətən də çox təhlükəlidir və müsəlmanlar dünyanı, ahirəti qazanmaq üçün bir tarla hesab etməlidirlər. Düşünün ki, Allah Azze ve Celle bizə elə böyük neymətlər vermişdir ki, sən onu etdiyin zaman Allah Azze ve Celle etmiş olduğun ibadəti 10 qatdan 700 qata qədər qaldırır, artırar. Bu Allah'ın rəhmətindəndir, Allah'ın bərəkətindəndir. Dedik ki, biz ahirətimizi qazanmaq üçün əlimizdən gəldiyi hər şey etməyə səy göstərməliyik. Baxın, keçən dəfə başqa bir digər xəbərdə eşitdim ki, bilirik ki, Fələstində müsəlmanlara böyük zülümlər olunur. Bir il ərzində demişik ki, hər dəfə deyirik ki, 70 min, 80 min və hər dəfə də bu artır. İnsanlar öldürülür, müsəlmanlar qətl edilir. Və bu hadisələri görən Türk qardaşımızın biri gedib öz evini satır və o evi satdığı evlə hardasa 150 çadır alır və onlara hibə edir. Subhanallah. Baxın, bu adam özü alada kirayədə qalır bəlkə də, Allah aləm. Lakin
Allah üçün dediği zaman heç vaxt geri qalmırlar. Bu əslində sahabələrin səhvlərindəndir. Hətta bu adama Fələstinlilər öz aralarında Əbu Dahdah deyirlər bu adama. Kimdir Əbu Dahdah? Əbu Dahdah dəyərli qardaşlar sahabələrin böyüklərindəndir. O sahabə ki, bütün malını, mülkünü, ahirətini qazanmaq üçün fəda etmişdir. Belə bir rəvayət var ki, bir gün yetim bir insan öz evini tikərkən, evini bina edərkən qonşusundakı o köhnə, balaca bir xurma ağacı onun divarına üstünə düşür və o öz evini tikməkdə tamamlaya bilmir. Gedir Peyğəmbər sallallahu aleyhi ve sellemə ona qonşusundan şikayət edir. Çünki qonşusu o ağacı ona vermir və evini tikməsinə icazə vermir. Rasulullah sallallahu aleyhi ve sellem bu adama deyir ki, əgər sən bu xurma ağacını ona hədiyyə etsən o yetim insana, bunun qarşılığında Allah azze ve celle sənə cənnətdə bir ağac verər ki, o ağacın altında bir atlı 100 il geçsə belə ağacın kölgəsi bitməz. Subhanallah. Bu nə deməkdir? İnsanın cənnətlə müjdələnməsidir. Lakin o adam inatkarlıq edir, vermir. Bunu eşidən Dahdah, Allah ondan razı olsun gedir, deyir ki, mənim 600 xurma ağacım vardır. Və o xurma ağacların içərisində bir su quyusu və bir də ev vardır. Bütün bunları o bir dənə xurmağa qarşılıq satıram, qalıram dedi. Həmən o adam elə də edir, o xurma ağaclarını satır və Əbu Dahdah bundan sonra o yetim insana bunu hədiyyə edir və Rasulullah s.a.v. buyurur ki, o cənnət artıq o ağac cənnətəki mənim oldu mu yalan Peyğəmbəri Rasulullah s.a.v. buyurur ki, ey Dahdah, sən elə bir şey etdin ki, Allah azze ve celle o qədər xurma ağacları verdi ki, sayılara bilinmir. Subhanallah. Bunu eşidən Əbu Dahdah gedir öz evinə tələsə və evinə gedir, görür ki, zövcəsi və övladları evdə iş görür, o xurma ağacını yemək istəyirlər. Dərhal deyir ki, onlara dokunmayın, artıq bizim deyil, biz bunları satdıq. Dedi ki, zövcəsi, nəyə satdın, neylədin? Dedi ki, hadisəni anlattı ki, cənnətdəki bir ağaca bütün malımızı, mülkümüzü satdıq deyir. Ondan sonra zövcəsi deyir ki, həqiqətən Rabihəl Bey', nə qədər qazanclıq bir ticarətdir bu, nə qədər qazanclıdır və sevinə-sevinə evlatlarının ağzındakı xurmanı belə yeməyə qoymurlar. Deyirlər ki, artıq bizim deyildir. Subhanallah. Allah azze ve celle bizi dünyanı deyil, ahireti hədəf edən qullarından etsin.